saati biraz geç. Salamlar olsun. Çok sağ ol Elmina, teşekkürler. Ha, necəsən, Nigar? Mikrofon işləyir. Mikrofon işləyir, orada yoxladılar, səsimiz Okay. gəldi. Salam dostlar. Biz Şahbaz bəylə qərara gəldik ki, podkast verilişlərinə başlayaq və ikimiz də çox həyəcanlıyıq. Çünki birincisi təbii ki, hər bir çıxış artıq Həyəcanlıdır. bəli. Və ikincisi Məsuliyyət deməkdəsin. məsuliyyətdir, bəli. Və təbii yəni bir sözü düzgün deməsən, sonra onu belə qəşəng Bəzəbəy olacaq. bəli. Yaxud da mən çox danışsam deyəcəklər çox danışandır. Siz çox danışsanız deyəcəklər kişi qoymadı. Necə yaxşı danışır. Bəli. Siz mənim sözümü kəssəniz deyəcəklər ki, abuserdir. Mən sizin sözünüzü kəssəm deyəcəklər ki, podkabluşnikdir. Yəni çətindir. Am, Mən də salamlayıram hər kəsi, xoş gördük. İlk dəfədir biz belə bir məsuliyyətli bir işin altına giririk. Mən belə fikirləşirəm, əgər bizim sözümüz varsa deməyə, onda bu yaxşı olacaq. Ya sözümüz yoxdursa, sadəcə niyə görə biz bunu edirik? Sadəcə kimlərsə deyir, hə, siz etsəniz yaxşı olar falan, bu deyil yəni. Mənə elə gəlir ki, bizim bu cəmiyyətlə paylaşası fikirlərimiz var, sözlərimiz var və o məncə bizim cəmiyyətə faydalı ola bilər. Ona görə də fikirləşdik ki, qərara gəldik ki, belə bir işə başlayaq. Və kimin nə deməsi əsas deyil. Əsas odur ki, biz bunu istəyirikmi? Biz bunu istəyirik və istəyirik ki, siz də bunu istəyəsiniz. Əgər siz bizim bu deyək ki, bu danışığı, bu kanalı bəyənsəniz, mütləq paylaşın və digər dostlarınıza da xahiş edin ki, qoşulsunlar bizim kanala və bizim kanalı bəyənin, paylaşın, bizi dinləyin. Çünki bizim deməyə həqiqətən də sözümüz var. Sizlə paylaşmağa fikirlərimiz var. Elə deyil? Elədir. Mən sadəcə həyəcanlı olmağımızın ikinci səbəbini deyim. İlk dəfədir ki, Şahbaz bəylə belə bir yerdə çıxış edirik, danışırıq ər-arvad kimi. Şahbaz bəy bu söhbətləri sevmir, ağır qoca kişilərdəndir deyə və həmişə çox narahat olur. Belə başlayır, nə bilim, iş ortağı, nə bilim, falan belə söhbətlər. Amma əslində bəli, ər-arvad. Okay, mən bunu dedim. Çox sağ ol, çox cəsarətli addımdır sənin tərəfindən. Mən ümumiyyətlə həqiqətən də uzun illər bu məsələni ümumiyyətlə bu məsələnin qabardılmasını xüsusən istəmirəm. Və məxsusi olaraq da bunun qarşısını almıram. Yəni həyat sənin ürəyin istədiyi kimi olmalıdır. Kimisə narahat etmək baxımından da bəzən müəyyən addımları atmamaq məcburiyyətindəyiz. Hər halda biz bir cəmiyyətdə yaşayırıq, o cəmiyyətin qaydalarını bilirik, o cəmiyyətin irsini bilirik, ənənəsini bilirik və mütləq yaşadığın cəmiyyətə hörmət etməlisən. Demirəm ki, o sənin bütünlüklə sən ona tabe olmalısan. Yox, tədricən dəyişmək istədiyin şeylər uğrunda çalışmalısan, amma eyni zamanda cəmiyyətin dəyərlərinə də və meyarlarına da hörmətlə yanaşmalısan. Bu bizim belə... Yəni bu verilişdə mən rəqs edə bilməyəcəm. Ümumiyyətlə bu veriliş sizə əvvəlcədən deyim ki, rəqs üçün deyil. Biz bu verilişdə istərdik ki, deyəndə ki, gözlə. Otur. Deməli, bu ümumiyyətlə biz deyirik ki, bunlar rəqs üçün, yəni rəqs də gözəldir, amma biz burada rəqs etməyəcəyik. Bəlkə də edəcəyik, bilmirəm. Amma hər halda bizim əsas məqsədimiz, yəni ki, əsas məqsədimiz gördüyümüz işlə bağlı, yəni kitablarla bağlı məlumat vermək, ondan gəziriksə, görürüksə, onu sizlə paylaşmaq, oxuduqlarımızı sizlə paylaşmaq və nə düşünürük ümumiyyətlə, cəmiyyətlə bağlı, ortamla bağlı, bu barədə danışmaq, yəni bu fikirləri paylaşmaq. Paylaşmaq üçün o qədər şeylər var ki, rəqs ən sonda gəlir bəlkə də. Dostlar, bir şey də sizə deyim. Yəqin ki, təəccüblə baxırsınız ki, niyə belə keyfiyyətsiz bir podkastdır. Təbii ki, podkast üçün mütləq belə bu qədər naushik, burada burnun qabağında belə bir mikrofon, arxadan belə çox orijinal bir işıq və dizayn olmalıdır. Olacaq inşallah. Hələ ki yoxdur. Məsələ orasındadır ki, mənim və Şahbaz bəyin prinsipcə olaraq eyni istiqamətə düşünürük. Bir işi başlamaq istəyirsənsə, başla.
Bu səhər elə Instagramda sual verdik və hamı bizə çox böyük dəstək verdi. Çox sağ olun dostlar. Və sonradan fikirləşdim ki, niyə ki uzadaq? Bəli, vaxt gələcək studiyanı kirayə götürəcək, rejissor, montajyor, böyük komanda inşallah olacaq. Amma hələ ki fikirləşdik ki, başlayaq özümüz üçün belə söhbət eləyək, belə keyfiyyətsiz bir formatda. Maraqlı olsa davam edərik daha yaxşı formada. Əgər istəyirsinizsə bu bizim danışıqlarımız, bizim toxunduğumuz mövzular daha geniş yayılsın, onda mütləq bizim bu əm, podkast deyək ki, və yaxud da bu kanal deyək ki, bunu bəyənin və paylaşın digərləri də. Yəni bu bizi sadəcə ruhlandırmaq üçündür. Bu bizə yəni işimizi davam elətdirməyə verilən bir təkandır, sizin bir paylaşımınız. Ona görə də bunu edin lütfən. Hə, indi keçək, nəyə keçək? Mən təklif etdim Şahbaz bəyə ki, başlanğıc üçün sual-cavab olsun. Mən indi Şahbaz bəyə sual verəcəm. Məni maraqlandıran 3 sual və ondan sonra o Mən mənə təəccüb sual edirəm versin. ki, mən hələ də Nigarı maraqlandırıram. Mən onu deyim ki, vacib məsələdir. Mənim həyatımda ən maraqlı insan Şahbaz bəyədir və onunla söhbət etməkdən doymuram. Həmişə məni təəccübləndirir, həmişə yeni məlumatlar deyir və ümid edirəm mənim bax ona qarşı bu münasibətim hiss olunacaq. Mənə çox maraqlıdır bu insan. Belə. İndiyəcəklər ərəb. Mən əlbəttə ki, bunu deyə yəni ki, mən deməliyəm ki, bu qarşılıqlıdır. Amma amma həqiqətən də yəni bu belədir. Biz uzun yol gedə bilərik və söhbət edə bilərik. Bizə həyatda hər şey maraqlıdır. Ən azı eyni bir şeyi 3 dəfə danışır Nigar. Ən azı eyni şeyi 3 dəfə və mən buna yaxşı baxıram. Əsas odur ki, bəzən yəni ki, söhbət münasibətdən gedir. Yəni sənin münasibətin sabit, ardıcıl və eyni zamanda layiqdirsə, onda sən onu etməlisən, yəni. Əgər sən həqiqətən də sənə xoşdursa, deməli o nə danışır danışsın, amma sən onu dinləməlisən. Əsas odur. Keçək suallara. Şahbaz bəy, ilk sualım bu olacaq. Mən ona artıq sizə bir dəfə demişdim sizin izləyicilərlə görüşünüz olanda. Mənim görüşüm maraqlı sual idi və sizin cavabınız da çox maraqlı oldu. Özünüzlə bağlı hansı bir məlumatı ya da faktı demək istərdiniz, hansı ki, ümumiyyətlə indiyənə kimi heç vaxt deməmisiniz? Axı mənim Amma səmimi cavab verin də. Mən səmimi deyim. Mənim həyatım ictimaiyyətçi həyatı deyil. Mən yəni o mənada mənim həyatımın 80% heç kəsə bəlli deyil. Yəni bu mənada 80%-dən başqa nə desəm, o cəmiyyət üçün yeni ola bilər. Amma baxın ki, cəmiyyətə mənim həyatımın hansı hissəsi maraqlıdır, bunu bilə bilmərəm. Yəni ki, amma mən bu nə desəm, çünki bilirsən necə, çox qəribə bir şeydir. Bir keçən sərgiyə gələn adamlar, məsələn, bu sərgiyə gələndə tamamilə yeni adamlardır. Yəni o qədər cəmiyyət sürətlə inkişaf edir. Dünən əslində belə gördüyün, çıxdığın şəhərdə gördüyün sifətlər bu gün artıq yoxdur. Bax belə bir şeydir. Yəni mən demirəm pisdir, gözəldir. Yəni dəyişib artıq. Yəni ki, yeni insanlardır. Yəni o mənada deyirəm ki, bu mənə həmişə yeni nəfəs gətirir Şahbaz bəy. Çünki oturub ağlamaq kimi bilirsiniz ki, oxucu kütləsi eyni adamlardır. Biz onları tanıyırıq və başqa adam yoxdur falan. Bu adamı istər-istəməz depressiya salır. Amma düşünəndə ki, böyük bir cəmiyyət və böyük bir proqres var və insanların sayı getdikcə artır. Tam yeni insanlar gəlir. Bu çox gözəldir. Əlbəttə, mən də elə fikirləşirəm. Onda deməli təzədən təkrar qayıdıram sualıma. Siz özünüzlə bağlı yəni mən demək istəyirəm ki, Nigar, mənim özümlə bağlı dediyim çox şeylər, yəni sən mənim həyatımla bağlı çox şeyi bilirsən. Əgər səni maraqlandıran hansısa bir hissə varsa, təkrar eləyə bilərəm, deyə soruşa bilərsən ictimaiyyət qarşısında. Gəl mən sizə deyim. Məsəl üçün çox adam bilmir ki, Şahbaz bəy Bülbül adına məktəbi bitirib. Əslində baxsanız, bilirsiniz necədir? Mən insanların harda bitirdiyi, haranı bitirdiyini və hara oxuduğuna baxmıram. Mən insanların hara getdiyinə baxıram yəni. O mənada hər birimizin həyatında, baxın, bir adam məsələn 5 il bir yerdə oxuyur, həyatının sonuna qədər deyir ki,
mən filan yeri. Sən qurtarmısan 5 il və diplomu da qatlayıb qoymusan, heç zaman onun üzünə baxmamısan yəni. O sənin həyatının heç bir dönəmində sənə lazım olmayıb. Yəni Mən o başa mənada salım. mən o şeylərin, deyək ki, o şeylərin xüsusi olaraq vurğulanmasının tərəfində deyiləm. Okay. Mən başa salım nəyə görə bunu deyirəm. Çox adam üçün bəli bir obraz var. Şahbaz Xudroğlu, naşir, yazıçı, tərcüməçi və Hə, sairə də bu bizim aramızda olan bəli, bəli, Wikipediyada. bu bizim aramızda olan zarafatdır. Hı. Elə mən də özümlə bağlı deyəndə ki, mən riyaziyyatçıyam, çox adam təəccüblənir. Çünki filoloq olduğumu düşünür. Sadəcə istədim ki, şablondan kənar bir məlumat sizə verim. Hı. O da yaxşı, gəlin konkret da başladıq Bülbül adına məktəbdən danışmağa. Mən sualı daha da konkret verim. Söhbət ondan getmir ki, məhz oranı da başladıq da bu söhbətə. Baxın, Yox, başlamayaq. Yəni mənə elə gəlir ki, mənim indiki halda həyatımın o hissələri o qədər də maraqlı deyil. Nə zaman ki, o cəmiyyətdə xüsusi bir maraq cəlb edər və onu mən məmnuniyyətlə hər kəslə paylaşmağa hazıram. Yəni biz indi daha məncə maraqlı məlumatlar verə bilərik, hansı ki, cəmiyyətə o daha maraqlı ola bilər. Nəinki məsələn mənim Bülbül adına musiqi məktəbində. Hə, mən Bülbül adına musiqi məktəbində oxumuşam. Uşaq vaxtı ora gəlmişəm. Yəni mənim üçün çox unudulmaz bir Şahbaz şey. mən yadımdadır ki, Sovet vaxtında Bülbül adına məktəb çox prestij, belə orada yalnız böyük vəzifəli, partşkolanın, nə bilim, rəhbərlərin övladları oxuyurdu və ora düşməni çox çətin idi. Mən əslində baxsanız Bülbül adına musiqi məktəbindən mənim heç bir dostum yoxdur və doğrusu tez-tez bu şeylər göz önümə gəlir. Fikirləşirəm ki, niyə mənim oradan olan bir dostum yoxdur? Ona görə ki, çünki mən elə bir vaxtda gəlmişəm ora və mənim həqiqətən də indi mən görürəm oğlumun əslində dostlarla münasibətini və onda mən anladım ki, əslində mənim ona görə dostum yoxdur ki, o vaxt ki mənim dosta böyük ehtiyacım var idi. O vaxt onda mənimlə heç kəs dostluq etmək istəməyib. Baxın, indi Cavadın dostları var, düzmü? Cavad xoşbəxtdir ki, onun dostları var hər zaman. Amma mənim o vaxtda çox böyük ehtiyacım olub dostlara yəqin ki. Amma hansı ki, burada deyək ki, o dostlarım kimlər idi? O dostlarım, dost kimlər ola bilərdi? Mənlə oxuyanlar kimlər idi? Məsələn, çox imkanlı insanların uşaqları idi, övladları idi. Hə. Mən isə uzaq kənddən gəlmiş və eyni zamanda yardımlı ləhcəsi ilə danışan, gəliyəm, gedəyəm, gedəndə asfalt yolu gedəndə yıxılıb duran bir adam. Çünki mən ömür boyu dağda, dərədə qaçmış, yürümüş bir adam və birdən-bir asfaltın üstündə. Həqiqətən mən onda başa düşdüm ki, əslində düz yerimək çətindir. Yəni dağlıq indi deyirsən, dağlığı qaçaq, çətin dağa get. Dağa getmək asandır. Düzdə yerimək çətindir yəni. Bax düz oturmaq çətindir. Əslində əyri oturmaq adam necə gəlir oturur, amma düz oturmaq mümkün deyil. Yəni bu mənada yəni o dövr bax bu dəstəklər olmuş olsaydı, yəqin ki, tamamilə indi də mənim dostlarım ola bilərdi Bülbül adına musiqi məktəbdə. Qapı döyülür, olar açım mən. Necə yox, o Aha, çünki sonra o pauzanı kəsməklər də Yox. olacaq. Mənim də qatım yoxdur, montaj eləmək falan. Yox. Bunun Cavad necə var, eləyər də, elə də Cavad verəcəyik də. Hə. Bəlkə sizdən də məndən sual verin. Bilirəm sizdə hazır sual yoxdur, amma improvizasiya edin. Yəni mənə həmişə maraqlıdır ki, Nigar bu işlərin hamısını necə bir yerə çatdıra bilir? Yəni Nigar sanki hər yerə çatdırır. Məsələn, dəyər verdiyi adamların heç zaman ad gününü unutmur. Onları təbrik etməkdən qalmır. Sonra uşaqlarla bağlı, uşaq məsələn mənim üçün çox səthi görünə bilən bir məsələ uşağın həyatında, amma sənə heç zaman səthi görünmür. Məsələn, əgər o həkimə getməlidirsə, mütləq həkimə getməlidir. Yəni bu şeylər məni həmişə valeh edir doğrusu. Sən bütün bunları necə edirsən? O səni daxildə idarə edən hansı hissdir? Doğrudan da maraqlıdır. Bu barədə düşünməmişəm. Necəsə çatdırıram. Səhərdən nə etmişəm məsələn də, uşağın müəlliməsi ilə danışdım. Orada bir problem var idi. Onu həll etməyə çalışırıq. Məhz cavabla bağlı. Ülviyə, qızımıza yazdım, Praqaya soruşdum necəsən, təbii cavab vermədi. Ondan sonra Javada Azərbaycan dili Mən müəlliməsi. Tengizə yazmışdım, dünən yazmışdım, bu gün yazdı, nə salam. Nə yaxşı, mən heç cavab da vermirəm. Hə. Və sonra deməli Cavadın elə bax indi mən ona müəlliməsini
müəlliməsi ilə əlaqə saxladım. Azərbaycan dilinin müəlliməsini Hı hı. axtarırdım, tapdım Hı və hı. çox qəşəng olacaq hər şey. Yəni bizim ən böyük problemimiz Əla. odur ki, bəli, eee, Hərsək ondan mən də axtardım, onu tapa bilmirdim. Hə. çox qəşəng müəllimə var, ondan onlayn şəkildə 1 aydan sonra amma dedi ki, başlayacağam Hı hı. dərsləri. Mənə Əla. görə bu əladır. Elə Hı. qəfəs şeyə düşür bu yay tətilinə, onu düşünürəm. Sonra bu gün idmana getdim, təbii buraxmıram, hər gün idmana gedirəm. Fransız dili dərsim var idi, bu gün Hı onu da hı. çatdırdım. Eee, Belə də anbarda da biraz işlədim. Ona görə bu gün belə necə deyirlər, sadə geyinmişəm. Çünki anbarda sabah çox böyük mal gələcək. Həm ingilis kitabları, həm rus kitabları və mən bilirəm ki, uşaqlar çatdırmırlar. Və ora gedib onlara güya ki, kömək edirəm. Əslində əvvəlcə daha çox mane oluram. Hər halda mənim işimdir. Heç vaxt Hı. özümü dağ başından qoymuram. Həmişə işin içindəyəm, Və çalışıram, ən hər şey maraqlıdır var. ki, mən bir şey də deyim, onu yəqin çoxdan bilmir. Ümumiyyətlə Nigar evdən yemək gətirir və çox zaman biz yeməyi burada Elədir. yeyirik. Və yemək əsaslı şərtlərdən biridir. Yemək çox Yeri vacibdir. gəlmişkən çox vacibdir. Çox Hə. vacibdir. Nəyə görə evdən gətirirəm? Birincisi ona görə ki, belə çox Hı. sərf edir də, yəni hər dəfə restorandan sifariş etmək. İkincisi yemək özünə gətirəndə bilirsən içinə nə qoymusan, nə qədər yağ tökmüsən, kalorisi neçə olsa və keyfiyyətini nəzarət edirsən. Yəni sənin bir xüsusi bir proqramın yoxdur da bunları idarə etmək. Yəni hansısa bir deyək ki, proqramla, Məndə sonra hansısa prioritetlər bir var Şahbaz bəy, intuisiya və Hı. prioritet. Gün ərzində özümə dəfələrlə sual verirəm ki, mənim üçün prioritet nədir? Sağlamlığım son vaxtlar bəli, mən onu prioritet saxlayıram. Ona Hı. görə idmanı buraxmıram. Ondan sonra son vaxtda daha bir prioritet əlavə etdim ki, hər gün qəşəng görünmək. Çünki yoruldum mən bu fəhlə obrazında gəzməyə. Bu gün yenə biraz beləyəm. Amma ümumiyyətlə Hı. qadın özünə gərək baxmalıdır. Təəssüf edirəm ki, 50 yaşımda bu fikrə gəlib çıxdım. Mənə elə gəlir ki, yalnız qadın deyil ki, Nigar, ümumiyyətlə hər kəs özünə baxmalıdır. Söhbət Hı hər hı. kəs özünə baxmaqdan getmir. Yəni bu can, bu bədən, bu sənə verilib. Ona görə yox ki, sən onu Hı hı. işgəncəyə qurban verəsən. Yəni elə Elədir, o bəli. yəni bu Kiməsə, mümkün nəyəsə. deyil ki, yəni ki, o sənin nökərin deyil yəni. Hı hı. Yəni o sənin şah əsərindir. Hı hı. Baxın, sən onunla elə Hı hı. davranmalısan. Əks halda, əgər sən onu nökər kimi tutacaqsansa, onda onda o sənin deməli qulluqçun olacaq, Hı amma hı. səni çox tez tərk edəcək. Söhbət ondan gedir. Elədir, hə. Qoy görüm məktub gəlib, çünki Yaxşı, bu mən də yoxlayım, yazı gedirmi, amma yəni bu kimdir? Çiçək, nəsə çiçək kimsə gəldi elə bil. davam edək də, Kimsə mən zəng pauza gəlibdi. basmadım. Qoy mən şeydən mal vermişəm. Çiçək kimsə gəldi elə bil yox. Kim idi? Şahbaz müəllim başı qarışdı. Mən də sizə Hı. hərəki yeni kitablarla bağlı Bu şey danışım. gəldi. Bəli, Beyaz Gecələr. göndərmişəm bəli. Şahbaz bəy hətta Tbilisi 76 türk dilində artıq bunu buraxıb. Bu kitab çox populyardır. 2046. TikToka görə inanmayacaqsınız. TikTok partladı bu kitabı. Artıq yarım ildən çoxdur. Necə mən yazı Bütün yazmışam, saytlarda, göndərmişəm. bütün reytinqlərdə nömrə 1-dir bütün dillərdə. İngilis dilində, rusca, türkçə. Gördüyünüz kimi hətta ingilis dilində də bu kitabı buraxıb. Davam edək Şahbaz bəy. Qapını Hı. bağlayaq zəhmət olsun. Şey, Sonra başqa bir Əvəz, kitabı təqdim edim. indi bir kuryer gələcək. Ən sevdiyim yazıçılardan Ondan biridir. Güləyin Kölgəsi onda kitabını şey yazıb eləyərsən də, oxumuşsunuz. qapını döyərsən, Super qarşılayarsan kitabdır. da onu. Barselona ilə Aşağıda. bağlı çox qəşəng kitabdır. Düzdür, onu adətən deyirlər yeniyetmələr üçündür, amma böyüklər üçün də maraqlıdır. Bəlkə də yeniyetmə üçün biraz deyil. Nəsə, mən qəşəng təqdim edə bilmirəm kitabları. Davam eləyək Şahbaz müəllim. Qoy gözlə, qoy deyim ki, şey. Kəsilməyib ki. Yox, yazı gedir. Ümid edirəm səsdə də problem yoxdur. Hə? Hal-hazırda gedir yazı. Bir də yoxlaya bilərsiniz zəhmət olsun. Hə. Məncə gedir. Yaxşı oldu, gəlin. Yaxşı oldu. Bəli, gedir 19 Əla. dəqiqə gedib artıq. Sivil əsəri yenidən çapda çıxıb. Bu artıq ikinci ya üçüncü nəşrdir. Hə, gələk. Gəl, davam edirik. Biz harda qaldıq? Sən Sualınızı yaddaşın yaxşı. bəyəndim. Nəyə görə?
Məndə həmişə günah hissi var ki, mən heç nəyə çatdırmıram və çox qeyri-effektivəm. Və hətta mənim, rəfiqələrim adətən mənə belə sual verirlər. Baxırlar ki, sən belə necə hər şeyi yox. Sən əgər daha, əm, səliqəli, daha, əm, Planlı. planlı işləsəydin, bəlkə sən daha uğurlu olardın. Əslində burada artıq pasiv aqressiya var. O mənada ki, bu sualın artıq içində artıq mənim, aaa, qeyri yox, uğursuzluğumla bağlı sanki bir mesaj var. Yaxud da nə bilim, mənə deyəndə ki, mən planlı şəkildə nəyisə etmirəm, mənə görə bu nəsə küsürəm də söhbətdən, belə deyək. Hımm. Bilirsiz nə demək istəyirəm? Mənə görə mən çox yaxşı işləyirəm. Çox effektiv. Bax, imkan dərəcəsində bu ölkədə, bu şəraitdə, bu sahədə, bax, belə şeylə, bu şəraitlə belə deyək də, yəni, mənim təhsilimə görə, nə bilim, hər şeyimə görə, xarakterimə görə, mənə görə yox, söhbət nəsə alınmır. Bu qapı döyülür. Siz fikir verməyin də. Sizdə həmişə Ya, saat 5-dən sonra bu yox, qapı mənə, şey gəlməlidir. yaxşı, mən də toparlana bilmirəm. Almalıyam ona görə. Normal izah edə bilmirəm dediklərimi. Abi çəkilişimiz var. Deyirəm axı tak 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 tak. Evet, eğitim tonu Tengiz'e diyecektim. Yox, Sizin qoy də şey eləyirəm. Bir şey yazıp hə, koyun çekiliş var. Ha, davay Biraz düz deyirsən ha ya. qapı bağlayırlar Şabaz bəy, nə olar? Hı, bağlıdır onsuz da. Hə, söhbətə davam eləyək, artıq söhbətə nəyisə itirdik. Hı. Qapı açılıb bağlanır, bu hava dəyişilir və normal danışa bilmirik. Yaxşı, hər halda bu birinci çəkilişdir. Belə şeylər olmalıdır. Amma çalışacağıq ki, növbəti çəkilişdə belə olmasın. Yəni qapıya mütləq çəkiliş gedir yazaq. Yaxşı. Gəlməsinlər. Bir dənə Yaxşımı? baxın, belə sual Ha, gəlib izləyicimizdən. aha, buyur. Zəhra xanım, çox sağ olun. Belə bir sual verir. Uğurlu insan olub uğurlu gələcək yaratmaq üçün, həyatınızdakı baş verən mənfi, hadisələri, imtahanı necə idarə edə bilərik? Onu qeyd Bu edim ki, sualları öncədən Instagramda yığdım. Bilirsən, mənə elə gəlir ki, uğurlu insan olmağa çalışmayın yəni. Belə bir nəzəriyyə yoxdur. O hansı ki, yəni desin ki, bir resept yoxdur ki, o reseptlə müəyyən olsun ki, bu uğurlu insandır. Sadəcə olaraq gördüyünüz işi sevin və həyatınıza dəyər verin. Həyat və oxuyun, gəzin, görün, paylaşın. Bu həyatda olduğunuzdan ləzzət alın. Yəni ki, Dostoyevskinin qəhrəmanları kimi yaşamayın. Gördüyünüz işə fokuslanın. Yəni məşğul olduğunuz işə fokuslanın. Hı hı. Məşğul olduğunuz sahənin rəhbərinə yox, yəni. İşinizi sevin, ona bağlı olun, hər şey ondan sonra gələcək. Sizin, yaxşı bir cümləniz oldu, bunu çox bəyəndim. Dostoyevskinin qəhrəmanı olmayın. Əslində doğrudan da siz çalışın, hansısa bir, uğurlu olmayan hadisəyə uğursuzluq, nə bilim, dramatik şəkildə nəsə belə pis hadisə kimi yanaşmayın da. Yəni gün ərzində mənim də həyatımda, onlarla, xoşa gəlməyən hadisələr olur. Hər şey istədiyim kimi gedə bilməz axı. Olur da belə. Harasa gecikdim, hardansa, məsələn, istədiyim cavab ala bilmədim, yaxud hardasa təsadüfən kiməsə tutaq ki də, xoş olmayan bir cavab, verdim və nəticədə insan incidi. Hər şey olur gün ərzində. Sadəcə, çalışın, necəsə yerində həll edin. Yəni uzatmayın söhbəti. Üzr istəmək lazımdırsa üzr istəyin, yaxud da, heç nə dəyişə bilmirsinizsə bu hadisədə, sadəcə onu qəbul edin. Deyin ki, bu həyatın sonu deyil ki. Və bax belə, davam edin. Sadəcə davam edin, vəssalam. Ya da mən demək istəmirəm ki, mütləq güclü olun, toparlanın. Sadəcə davam edin, vəssalam. Sonra Diananın ikinci sualı keçim. Belə bir sual da gəlib. Şahbaz bəydən idman və sağlam, qidalanmaq barədə mümkün qədər bol məlumat alın. Xüsusən də idmanla məşğul olmayıb və, həyatını artıq, idmanı daxil etmək istəyənlərə təməl tövsiyələr Şahbaz bəydən dinləmək əla olardı. Sizə bol qadırlar. Çox sağ olun. Hə, mən bayaq dedim, ümumiyyətlə insan özünə necə baxmalıdır. İdman, indi kiminsə idman, yəni peşədir, ümumiyyətlə seçdiyi məqsəddir. Mənim üçün isə, yəni idman mənim gündəlik həyatımın bir hissəsidir. Mənim həyatım onunla başlayır, və dostlarla bitir. Yəni ki,
Sadəcə bunu oturtmaq lazımdır həyatınıza. Bir dəfə otursa, ondan sonra narahat olmayın. O Hı hı. vərdiş özü sizi aparacaq öz arxasınca. Amma buna necə başlamalı? Onu mənə elə gəlir ki, başqa bir verilişdə biz danışarıq onunla bağlı daha ətraflı. Çünki bu çox geniş bir mövzudur, amma çox gözəl bir mövzudur, Hı hı. əladır. Hı hı. Əgər doğrudan da bəyənirsinizsə, istəyirsinizsə biz bu yola çıxmışıq və bu yolda davamlı olaq, onda mütləq bizim bu kanalı bəyənin və paylaşın. Hı hı. Daha bir sual. Xahiş edirəm, kitablarla bərabər köhnə Bakımızın tarixi məhəllələrinin məhv edilməsi mövzusuna da toxunun. Bəlkə sizin səsiniz eşidilər. Məsələ burasındadır ki, biz Bakıda, Bakı çox gözəl şəhərdir, hə? Bir etiraf edin doğrudan da. Amma mərkəzi hissəsi, məsələ biraz, biraz mənə elə gəlir ki, biraz fərqli yanaşaq. Düzdür, çox tarixi abidələr, və bizim elə bil ürəyimizi parçalayır, dağılır. Məsələn, deyək ki, Bakıda bir vaxtlar su köşkləri olub. Məsələn, mən demirəm ki, qəzet köşkləri də artıq yoxdur. Siqaret köşklərini etdilər qəzet köşklərinin yerinə. İndi orada yalnız siqaret çəkilir, qəzet də yoxdur əslində baxsan. Və su köşkləri vardı, orada su satılırdı. Axı ilk dəfə Zeynalabdin Tağıyev suyu gətirəndə mən səhv eləmirəmsə 1806-cı ildə o su gəlib Bakıya və Beşmərtəbə ərazisində ilk bulaq qurulub. Eyni zamanda Sabir heykəli tərəfdə də ilk bulaq qurulub və insanlar gəlib oradan o bulaqdan su alıb aparıblar. Hı O hı. bulaqlar hamısı mənim yadımdadır uşaqlıqda. O Hı bulaqlardan hı. var idi Beşmərtəbənin yanında və fərqli yerlərdə. İndi o bulaqlardan biri yalnız Sovetskinin köhnə məhəlləsində Hımm. qalıb. Bu yaxınlarda təzədən Ona oradan necə adı keçəndə qoyurlar? Adı var onun necəsə? b bilmirəm nə, oradan keçəndə həyəcanla çevrilib ora Yadımdan baxdım ki, çıxıb bəzən. birdən Hı hı. oranı görmərəm. Çünki o Hımm. ətrafı dağıdırlar. Hı hı. Yaxşı ki, amma o bulaq hələ qalır da. Heç olmasa nümunə olaraq Bakıda 1-2 elə bulağın qorunsaydı mən buna çox şad olardım. Gəlin mən daha kəskin deyim. Bakını dağıdıblar. Köhnə Bakıdan heç nə qalmayıb demək olar ki. Və mən buna görə çox pis oluram. Elə bizim xarici dostlarımız da deyirlər ki, bizim qarşımızda Tiflis olsa, yaxud da Bakı, biz gedəcəyik Tiflisə. Çünki Tiflis öz individuallığını, öz özəlliyini qoruyub. Bakı isə təəssüf var ki, yox. Bizə bu Dubay imici yaraşmır. Okay, mən razıyam. Yeni binalar çox qəşəngdir, çox komfortludur, çox rahatdır. Amma olarmı onları tikək? Olsun. Bu böyük, hündür binalar mütləq olsun. Qəşəng, müasir komplekslər, arxitektura şedevrlar. Bunlar hamısı olsun. Amma olarmı köhnə Bakını dağıtmayaq? Axı Bakını Bakı eləyən məhz bax o köhnə məhəllələrdir. Köhnə nəsə demək Mən istəyirəm. razıyam. Mən, yəni köhnə Bakı deyiləndə, yəni qara şəhər nəzərdə tutulmur. Köhnə Bakı deyəndə əslində baxsan Bakıda 3-4 tarix var da, yəni 3-4 imperiyanın izi var da. Elə bil ki, ə, Çar dövrü artıq elə bil silinmək Hı üzrədir -hı. də. Bir neçə bina qalıb da. Məsələn deyək ki, köhnə Basen küçəsi var idi, bir May küçəsi var, Hüseyn Ağa Əliyev küçəsi vardı Hı filan da. -hı. Yəni o Tolstoy küçəsi vardı. O küçələr hamısı demək olar ki, bir hissəsi qalıb, əksər hissəsi dağılıbdı və orada hündür binalar tikilibdi. Doğrusu birincisi o yaraşmır Hı -hı. Bakıya da. Yəni o yerə gedirsən, sən orada köhnə Bakını hiss etmək, onun havasını Bəli, duymaq mənim bir istəyirsən. iki küçə Orada hə, ən sevimli küçələri var. Mən onları çox sevirəm və orada məhz o ab-hava qalıb. amma Təəssüflər olsun ki, çox az qalıb o küçələrdən. Heç olmasa məsələn, və yaxud da bizə elə gəlir ki, deyək ki, Mən hətta Sovetskiyə Sovetskidə olan köhnə binalar, yox, daha onlar sol yuvası idi, hə. orada yaşamaq olmazdı. Məsələ burasındadır ki, axı orağı təmir eləyib, sadəcə elə kafelər də eləmək olardı orada. O Hı olsun, yəni -hı. o insanları köçürmək olar, amma o tarixi qorumaq lazımdır yəni. Bəli. O tarixi dağıtmaq olmaz. Bilirsiniz bu nədən irəli gəlir? Necə axı Rio de Janeiro Self hamı o köhnə dağılmış identification-da, məhəllələr üçün gedirlər. bilirsən bu nə ilə bağlıdır? Məsələn, ümumiyyətlə hər kəs deyir ki, bizim tarixə biabırçı münasibətimiz var. Hı. Yəni tariximizə də. Biz deyirik bizim böyük tariximiz var. Əgər bizim böyük tariximiz varsa, onda niyə belə biabırçı münasibətimiz var? Əgər Çox qəşəng əgər sordur. böyük tariximiz Allah varsa, sualdır, onda onu həqiqətən. qoruyun da. Qoruyaq da onu. Axı bir dənə bir şeyi də qorumaq, köhnə kitabları atırlar, Hı. köhnə saatları atırlar. Belə heç nə, binaları dağıdırlar. Hı. Atasının evi qalır, atasının evini dağıdır.
Babasından qalan yurd var, onu dağıdır. Hı hı. Şəhərin bir meri gəlir, köhnə şeylər olanda onu dağıdır, içərisində hündür binalar tikir. Niyə axı? Nəyə Hı. görə? Sənin əgər böyük tarixin varsa, qoru da. Hı Ya hı. yoxdursa, onda bir yollluq de ki, mənim tarixim yoxdur, mən özümə yeni tarix yaratmaq istəyirəm. Yaxşı, onda olsun Dubay, Şarja, məsələn, deyək ki, biz getdik Şarjaya. Şarja tamamilə dəyişibdir, 100%. Hı hı. Yeni bir şəhərdir, yeni bir doğrudan da bir mədəniyyətdir. Bakı belə deyil, Bakıda axı qədim izlər var. Biz elə bil ki, yenini tikirik o qədim izləri basdırmaq üçün. Yəni bu Bakı elə bil ki, Yerusəlimdir də, Qüdsdür. Hı Sən o hı. Qüdsü Qüds olaraq qorumalısan da. Bağışla boğazım. Şöyle məncə biz yavaş-yavaş bitirək. Bitirək. Amma mən sizə bir sual verim. Bəli. İstəyirəm ki, bu notda bitsin də söhbətimiz. Baxın, amma sənin də cavab verin, hə. Bəli. Siz sevgiyə inanırsınız. Amma xahiş edirəm, mücərrəb şeylərindən bilin, vətən, filan da. Yox, konkret kişi və qadın arasında sevgiyə inanırsınız. Əslində elə məncə elə sevgi elə sevgiyə inanmaq yox, mənə elə gəlir onu yaşamaq lazımdır. Və yaşanan sevgi həqiqi sevgidir. Yaşanmayan sevgi həqiqi sevgi deyil. Və bir sevginin də deyək uğurun olmadığı kimi sevginin də konkret olaraq bir düsturu yoxdur. Sadəcə istərəm ki, hər kəs onu yaşasın yəni. Sevgi həm də ki danışıq tərzi. Sevgi hər şeydir. Əməlindir, danışıq tərzindir, işlətdiyin sözlərdir. Ondan yazdığın yazılardır, paylaşdığın. Hər şey sevgidir. Hər şeydə sevgi var axtarırsansa, onu sən tapırsan. Axtarmırsansa, heç bir şeyində yoxdursa, əməlində, fəaliyyətində, yazdıqlarında, onda o sevgi də yoxdur yəni. Belə, məncə sevgi Yaxşı, yox. bitirək bunda. Siz bilirsiniz də bizlə bağlı nə deyirlər? Nə deyirlər? Bitirək. Deyirlər Tamam. ki, aralarında sevgi yox, başqa Nə? şeydir. Onu da sonra danışaram sizə.